Herkese salam kanalıma ve yeni bir videoma hoş gəlmisiniz hər biriniz. Bu günlərim İlaxır çərşənbəsidir. Hər birinizin də çərşənbəsini təbrik edirəm. Bayramınız mübarək olsun. Hər kəsə düşərli olsun, ruzili bərəkətli olsun inşallah. Allah canınızı sağ eləsin həmişə. Mən həmişə İlaxır çərşənbəsində plov dəmləyirəm. Bugün də dəmləyirəm. Dedim sizlər üçün də bir vlog başladım. İnşallah ki severək, bəyənərək izləyərsiniz bu vlogumu da. Əti doğradım, qoydum üzərinə qaynamağa. İndi isə düyünü duzlu suda biraz qoyacağım islağa. Sonra keçib soğanını doğrayıb qovuracağım. Ən əsası düyünlə ətdir. Bunlar hazır oldusa demək ki aşqarası hazırdır. Düyünü yuyum, qəşəng gətirim. Mənim köhnə izləyicilərim bilir ki, mən plovu necə hazırlayıram. Amma təzə izləyicilərim üçün dedim, çəkim. Bilirəm, çox xanımlarımız bayramda bişirirlər plovu. Amma mən həmişə İlaxır çərşənbədə bişirirəm. Nəsə İlaxır çərşənbəsi o qədər maraqlı gəlir ki, həm papaq atdı, yumurta döyüşürlər. Ona görə çox maraqlı gəlir. Ən çox İlaxır çərşənbəsi. Belə düyünlə hazırladım. Soğanı da soyum. Hazır eləyim. 2 tavada qoyacağım ki tez qızarsın. Çünki gec başladım aşı dəmləməyə, bugün hazırlamağa. Soğanıdır, ətidir, qaynadıb hazır edirdim. Amma bu günlərim heç nə eləməmişəm, heç nə. Biraz da gec başlamışam, hardasa saat 12'ye qalıbdır. Heç uşaqlara yumurta da qoyamamışam. Əriyi kişmişi də verdim ki Yusuf təmizləsin. Yusuf bugün dərsə gec gedəcək. Ona görə dedim biraz mamasına kömək eləsin ki mamasının işi tez qutarsın. Soğan çoxdur deyə hamısını soymadım. Bunu götürdüm, bu qədər soydum, bəs edəcəkdir. Soğanın bir yarısını doğrayıb qızardacağım. Mən heç vaxt aşqarasının soğanını hamısını bir dəfəmə qızartmıram. Az-az qızardıram ki əzilməsin. İndi heç taxtadan da istifadə etmirəm. Çünki əlim o qədər rahat gəlir ki nəzik-nəzik doğrayıb qızardım. Qovrulsun bir yarısı, sonra bir yarısını da qovurarım. Biraz da duz əlavə edirəm. Kişmişi də əriydi. Sağ olsun, Yusuf kömək elədi, təmizlədi. Üzərinə qaynar su tökürəm ki, biraz yumuşalsın. Alçanı da özüm qurutmuşam. Özüm qurutduğum alçadan istifadə eləyəcəm. Çünki heç yaxşısı yox idi. Satın alma, nə qədər baxdım, o sarı qəşəklərindən tapa bilmədim. Ona görə hamısı çox balacaydı. Dedim elə ondansa öz qurutduğum alçadan istifadə ediyorum. Bunun da üzerine kaynar su töktüm. Burada hamısı yumuşalsın. Ətin də köpüğünü yığım. Biraz da tuz əlavə etdim. Biraz da zəfəran isladım. Bu zəfəranı keçən Azərbaycandan gətirmişəm. Burada bilmirəm var, yox, heç soruşmamışam düzünü. Keçən Azərbaycandan gətirmişəm. Az-az işlədirəm. İndi dəmləyəcəm.
İsti suda. Bu da burada dəmlənsin. Şabalıtımı da buzluqdan çıxartdım. Bu şabalıtı Azərbaycandan gəlibdir. Yəni buradan almamışam. Təmiz hazırlanmış şabalıtdır. Bilmirəm burada var beləsi ya yoxdur. Yəni Azərbaycandan pay gəlibdir. İndi bunu da çıxartdım ki buzu açılsın, qovuracam. Burada qalsın. Düyünün suyunu da koydum qaynamağa. Bu da burada qaynasın. Bunlar burada qaynar. Belə qazımın üzərinə də fikir verməyin. Çünki aşı dəmləyəndən sonra təmiz silib təmizləyib təmizləyəcəm. Aşağı nələr lazım idi, hamısını hazırlamışam. Bu da soğandı, gözləyirəm birinci qovurulsun, ikincini tökəm qovurulsun. İndi isə keçim, mən soğanım qovurulunca qablarımı yuyum. Biraz çirkli qablarım var, qalmasın. Aş bişirəndə o qədər qab çirklənir ki, ona görə elə iş gördükcə bir tərəfdən də qabları yuysan, qablar çoxalması heç. Soğanım artıq hazırdır. Bunu yığıb götürüb, yağını süzə götürəcəm ki, digərini əlavə edim. Süzgəclə təmiz üzündəki bu balaca soğanları götürürəm ki, ikinci dəfə soğan qızardanda yanmasın. Da qaynadı burada. İndi düyünü də töküm pişsin. Düyünü yaxşıca yumuşam. Yudum duzlu suyu getdi təmiz. Biraz da duz əlavə etdim. Düyü də burada qaynasın. Fərqi yoxdur. Birinci ya düyünü süzüb dəmə qoyaram, sonra keçib qaranı hazırlayaram. Qaranı hazırlayıram. Hamısını indi bir qovurmaq qalıb da. Qovurub qat-qat yığıb qoyacam dəmə. Belə düyü də burada pişsin. Burada da ıspanaq yarpağı yığmışam bağdan. Elə tez getdim, yığdım, gətirdim. Çünki istəyirəm bundan yumurta boyayam. 10 dənə yumurta boyayacam, çox yox. Yarısını istəyirəm ki, çuğundurla boyayam, qırmızı olsun. Yarısını da istəyirəm ki, ıspanağın yarpağı ilə boyayam. Düzdür, ıspanağın yarpağı ilə mən ilk dəfədir yumurta boyayıram. İnternetdə gördüm, bir qız hazır boyayırdı. İnan ki, çox gözəl rəngi alındı. İndi bilmirəm, məndə necə alınacaqdı. İndi bunu da yuyum, yumurtaları da əlavə edim içərisinə qoyum. Bu da bir tərəfdə qaynasın, boyansın. Su əlavə etmişəm. Suyun içərisinə əlavə edim. Çünki isti suya əlavə edəndə yumurtalar çatlayır. Necə? Ispanaqdan da üzərinə qoyum. İndi bunu da qoyum. Qazan bircə dənə gözü boşdur. O gözündə bu da orada yavaş-yavaş qaynasın. Görək necə boyanacaq, rəngi necə olacaq. Ət də bişdi, hazırdır. Ət o qədər kövrək idi ki, dana əti idi deyək, tez bişdi. Bunu da çıxartdım. Ət də Özbəklərdən sarı kök aldım. Dedi ki, çox yaxşıdır. Bunlardan başqa ədviyyatlar almışam, amma bircə sarı kök almamışdım. Dedim, əgər yaxşı olsa, həmişə gəlib sizdən alacam. Rəngi qəşəng sarı olsa. Qəşəng sarı kök oxşuyur. Həmişə sumaq alıram özbəklərdən. Sumaqdır. Sonra nə almışam onlardan? Bir-iki ədviyyat almışam. Hamısı qəşəng çıxıbdır.
İndi bu da qəşəng olar yəqin ki. Nə qədər də qəşəng olsa, yaxşı olsa Azərbaycanın sarı kökünə çatmaz da. Soğanı təmiz qovurdum, götürdüm. İndi isə əti qovururam. Əti də qovurum. Düyünü də süzmüşəm. Düyü də hazırdır. İndi gətirirəm, ət qovrulacaq. Düyüyə qazmaq düzəldim ki. Düyünü qoyum dəmə. Düyü götürmüşəm. 3-4 ədəd də yumurta. Mən yumurta ilə hazırlayıram. Biraz da duz əlavə etdim. İndi qazanı qoymuşam. Yaxşı isəsin, bunu əlavə edim içərisinə. Deyəsən, yumurtam yaxşı boyanmır. Bilmirəm, internetdə niyə elə görsədirlər. Belə rəngi alındı. Çox elə də yaxşı rəng deyil. Heç nə olmaz, qaynasın, bunlar burada pişsin. O Klyonkadan olur yumurta boyaqları. Bunu onlarla hazırlayaram. Şimdi gedib burada mağazindən alıb gətirib bunu onlarla hazırlayaram. Əti də yaxşı qovururum. Ət də qovrulub hazırdır. Əti götürüb əriyib pişmişi qovuracam. Hazırdır. İndi düyünü qoyuram dəmə. Zəfəranı da üzərinə əlavə edirəm. Düyü belə bu cür hazırladım. Bu qaydada qoydum dəmə. Vamxod da qoyacağım, bu burada dəm alsın. Əti də qovurdum, götürdüm. İndi isə keçib ərivi qovururam. Hər birini qovurdum. İndi də şabaldı qovururam. İndi isə nə edəcəm? İlk öncə soğandan biraz əlavə edəcəm. Sonra ətdən hamısını qat-qat
biraz kişmiş, biraz ərik, alça hamısını qat-qat əlavə edib, ən sonda da biraz da ətin suyundan əlavə edəcəm. Üzərinə qoyacağım dəmə. Biraz da sarı kök əlavə edəcəm. Duz əlavə etməyəcəm, çünki əti qaynadanda duz əlavə etmişəm. Biraz da istiot əlavə edirəm, çox yox, bir az. Ətin suyundan da əlavə edeyim. Qara da hazırdır. İndi bunu da vamxodda qoyacağım ki, qəşəng dəm alsın. Demək olar ki, aşı bişirdim, hazır etdim. Bircə qalıbdı, yaxşıca dəm almaqları. Yumurtanı qaynatdım. Heç internetdə göstərdiyi kimi alınmadı. Nəysə, mənim də oğlum məktəbdən gəlirdi. Dedim, get bazardan təzədən boyaq al, gətir. Yumurta boyaq alıb gətiribdi. İndi keçib bundan yumurtanı boyayacağım. 5'ini bundan eləyəcəm. 5 ədədini də bundan eləyəcəm. Mən bu yumurta qabını keçən il Azərbaycana getmişdim. Azərbaycandan alıb gətirmişəm. Bu yumurtalarım hazır. Görün nə qəşəng görünür. Qaldı 5 ədədi. Ailədə 4 nəfərik. Ona görə 4 ədəd şam aldım. Birazdan yandırarıq. Şamı da hazırladım. Yumurtanın 5 ədədini qoymuşam qaynamağa. O da qaynasın. O biriləri də boyuyum. Sonra keçək tonqalımızı yandırmağa.
yaş yumurtaları əlavə etdim. İndi hərəsinə biraz sirkə əlavə edirəm. Sirkəni əlavə edəndən sonra üzərinə qaynar su əlavə edəcəm. Necə bulamış? Həmişə axırıncı çərşənbədə ya yağış yağar, ya da ki külək əsər. Keçən il külək əsirdi, bu ildə yağış yağır. Yağış yağsa da manqalın ayaqlarını çıxartmışam, qoymuşam yerə, içərisində tonqal yandırıram. Birinizin də çərşənbəsi mübarək. Allah hər kəsə bol ruzu, bərəkət versin. Can sağlığı versin, ən əsası can sağlığı versin. Can sağ olandan sonra hər şey öz qaydasında gedir inşallah. Allahın köməkliyi ilə. Belə, bu da bizim tonqalımız.